Hər kəsə salam. Bu gün sizlərə mən Səlcuq imperiyası haqqında danışacağam. 1037-ci ildən 1157-ci ilə qədər bu imperiya Asiyada hökmünü sürübdü. İlk hökmdarı Toğrul bəydir. Toğrul bəy 1037-ci ildən 1063-cü ilə qədər 26 il hökmdar olub. Onun vəzifəsi müddətində elədikləri: dövləti qurdu, 1055-ci ildə Bağdadı aldı, Abbasi xəlifəsini Büveyhilərdən xilas etdi. Sultan titulunu ilk dəfə rəsmi şəkildə aldı. Sünni İslam gücləndirdi. Toğrul bəyin vəfatından sonra Toğrul bəyin oğlu olmadığı üçün onun qardaşı oğlu Sultan Alparslan taxta keçdi. O 1063-cü ildən 1072-ci ilə qədər 9 il hökmdarlıq sürübdü. 1071-ci ilin 26 avqustunda Malazgirt döyüşü baş verdi. Bu döyüşdə Bizans məğlub edildi. Türklər Anadoluda məskunlaşmağa başladı. Dövlət böyüdüldü. Məlik Şah 1072-ci ildən 1092-ci ilə qədər 20 il hökm sürübdü. Onun dövründə Səlcuq ən güclü dövrünü yaşadı. Nizamülmülk vəzir idi. Təhsil inkişaf etdi. İdarəçilik möhkəmləndi. Məlik Şahın vəfatından sonra onun oğlu Sultan Sənsər Səlcuq taxtına keçdi. O 1118-ci ildən 1157-ci ilə qədər 39 il hökm sürüb və Səlcuqların ən uzun hökm sürən birinci hökmdarıdır. Onun dövründə Xorasan mərkəzli hakimiyyət başladı. Ancaq onun dövrünün son mərhələlərində Qara Xitaylılarla müharibə edildi. Qara Xitaylılarla edilən müharibə 1157-ci ildə baş verib və müharibə Səlcuqların məğlubiyyəti oldu. Ona görə də Səlcuqlar tamamilə yox oldu. Səlcuqlu imperiyası haqqında məlumatımız bu qədər idi. Və bunu izlədiyinizə görə kanalıma abunə olub like atmağı unutmayınız.